Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimyanın ilk anlayışları bölməsinin 4-cü qrup üzrə model suallarının izahını verəcəm. Keçək suallarımızın izahına. Deməli, birinci sualda yazıb ki, hansı maddələr müsbət 10 dərəcə Selsidən müsbət 60 dərəcə Selsiyədək temperatur intervalında aqreqat halını dəyişmir. Deməli, birincidə baxın, bizə deməli X, Y, Z bu 3 dənə maddeyi verib. Deməli, bizə yazıb ki, müsbət 10 dərəcə, bir də müsbət 60 dərəcə. Bilirsiniz ki, test toplusunda da bu testdən işləmişik. Biz nə demişik? Demişik ki, verilən temperatur ərimənlə qaynamanın arasında olarsa maye, böyük olarsa qaz, kiçik olarsa bərk olur. Baxın, əvvəl 10 dərəcəni yoxlayıram. 10 dərəcə Selsi müsbət 40 ilə müsbət 152-dən nədir? Kiçik. Deməli, kiçikdirsə aqreqat halı bərkdir. Niyə? Çünki mən baxıram ki, X 40 dərəcədə əriməyə başlayır. 40-da əriməyə başlayırsa, deməli bu 40-dan aşağıda nədir? Bərk haldadır. Və yaxud da X 152 dərəcədə qaynamır. Yəni bu 152-də qaynayır da, düzdürmü? Qaynayacaq, nəyə keçəcək? Qaza. Deməli bu 152-də qaynamağa başlayırsa, deməli 152-dən aşağıda, hansı ki o 40 ilə 152 intervalı arasında o deməli mayedir. Başa düşdünüzmü? Ərimədən aşağıda olanda bərk olur, qaynamadan yuxarıda olanda qaz olur, ərimənlə qaynamanın arasında olanda isə bərk olur. Bu qaydanı, üzr istəyirəm, ərimənlə qaynamanın arasında olanda maye olur. Aydın oldu? Bax, bu qaydanı özünüzdə qeyd edə bilərsiniz. Ərimənlə qaynamanın arasında olanda maye, qaynama temperaturundan yüksək olanda qaz, ərimə temperaturundan aşağıda olanda isə bərk olur. İndi 10 dərəcə baxıram ki, bunlardan kiçikdir, deməli bərkdir. 60'ı yoxlayıram. 60 dərəcəmə 40 ilə 152-nin arasındadır. Ona görə mayedir. Sonra 10 dərəcə 5 ilə 230-un arasındadır. Maye. 60 da 5 ilə 230-un arasındadır. Maye. 10 dərəcə mənfi 10 ilə 80-in arasına düşür. Maye. 60 da mənfi 10 ilə 80-in arasına düşür. Deməli maye. Hasılarda aqreqat halı dəyişmir. Əlbəttə ki, Y ilə Z-də. Yəni birinci sualın cavabı C variantı. Keçirəm ikinci sualımızın izahına. İkinci sualımızda nə deyir? Deməli, sabit temperaturda qapalı qabda X, Y, Z maddələrinin qatılıqlarının zamandan asılı olaraq dəyişmə qrafiki verilib. İfadələrdən asılı doğrudur. Mən sizə demişəm ki, bir qrafika baxanda reaksiya girən və alınanları necə tanıyırıq? Reaksiya girənlər azalır, alınanlar isə artır. İndi burada nə görürəm? Yazıb X reaksiya məhsuludur. Əlbəttə, niyə? Çünki Z ilə Y orada azalanlardır. Deməli, onlar reaksiya girənlərdir. Amma X artır, deməli o alınandır. Yəni məhsuldur, 1 plus. Tabir anında reaksiya tarazlıqdadır. Bəli, fikir verin, tabir anından etibarən hamısı tarazlığa gəlibdir. Yəni tarazlıq, baxın, tarazlıq deyəndə, bax, bura nəzərdə tutulur. Bax, bu dümdüz olan yerlər tarazlıqda olur. Aha. Deməli, 2 plus. Tarazlıq anında Z-in qatılığı X, Y-dən çoxdur. Əlbəttə ki, bir qrafika baxın, tabir anında tarazlığa gəldilər də, üçü də, düzdürmü? Ən çox tarazlıq qatılığı çox olan hasıdır? Z-ə baxın, oradır. Bax, Z-ə baxın, ən yüksəkdə durub, görürsünüzmü? Ona görə Z-in tarazlıq qatılığı ən çoxdur. Biz belə deyirdik də, məsəl üçün, tutaq ki, X, məsəl üçün, 5-dən düşüb 3-ə tutaq ki. Bu, bunun başlanğıc qatılığı olurdu. Bax, bura var, bax, bura. Bu 3 bunun tarazlıq qatılığı olurdu. 5-dən 3-ü çıxanda 2 isə o sərf olunan qatılıq olur. Tarazlıqda keçmişik də bunu. Cavab 1, 2, 3. Hamısı doğru oldu. B variantı. Sonra keçirəm digər sualımıza. Üçüncü sualda. X, Y, Z qarışıqlarını müəyyən edin. Deməli, X qarışığını ayrıcı qıfla. Ayrıcı qıf bilirsiniz ki, müxtəlif cinsli qarışığı ayırmaq üçün istifadə olunur. Distillə spirtdən su, eyni cinsli qarışığı. Çöktürmə, durultma, bunlar şeydir də, müxtəlif cinsli qarışığın üsuludur. Baxın, kristallaşdırma, buxarlandırma, distillə, xromatografiya, bunlar eyni cinslidir. Cavab B variantına baxın. Sonra 4-cü suala keçirəm. Nə görürəm 4-cü sualda? Maddələr verib, X, Y, Z-dir. Sıxlıqları hərəsinin öz sıxlığı var, nə gözəl. Qaynama temperaturu biri 200 dərəcədə qaynayır, biri sabit deyil, biri 100-dür, biri 148-dir. Mən bu cədvələ baxanda artıq nə görə bilirəm? Mən başa düşdüm ki, bu cədvəlin içərisində X-dir, Z-dir, T-dir, saf maddələrdir. İndi deyəcəm niyə. Amma Y qarışıqdır. Nəyə görə? Çünki siz bilirsiniz ki, maddənin xassələrin zamandan asılığı. Maddənin xassələri
elə bir xassələrin sabit olub olmamasına görə 2 yerə bölünür maddələr. Saf maddələr, qarışıq maddələr. Demişəm ki, fiziki xassələri sabit olanlar safdır. Dəyişkən olanlar isə qarışıqdır. Məsələn, yəni sıxlıq, ərimə, qaynama, donma temperaturu, elektrik keçiriciliyi, həll olma qabiliyyəti, bax bunlar hamısı aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, bunlar hamısı fiziki xassələrdir, düzdürmü? Kimyəvi dəyəndə yeni bir şey alınmasıyla nəticələnməlidir də. Yəni bax bu qrafik saf maddənin qrafikidir. Niyə? Çünki məsələn su saf sudan gedir də. Məsələn bu 100 dərəcə Selsiyə qaynayır. Bu bizdə də 100 dərəcə Selsiyə qaynayır, sizdə də 100 dərəcə Selsiyə qaynayır. Bu bizdə də şəffafdır, sizdə də. Bizdə də dadsızdır, sizdə də. Çünki uşaqlar, saf maddənin fiziki xassələri heç vaxt dəyişməz, sabit olur. Amma qarışığınki dəyişər. Məsələn, mən həmişə bunu belə başa sallam. Deyirəm, bax, təmiz sudan gedir də, saf sudan, yəni distil olunmuş sudan gedir. O 100-də qaynayır, düzdür? 100 dərəcə Selsiyə qaynayır. Aha. İndi sual verirəm. Bəs duzlu suda 100 dərəcə Selsiyə qaynayarmı? Görürsünüzmü? Yox, qaynamaz. Duzlu suca 100 dərəcə Selsiyə qaynamaz. Çünki o qarışıqdır. Ona görə deyirəm, qarışığın fiziki xassələri dəyişkən olur. Deməli, mən qrafikə, üzr istəyirəm, cədvələ baxanda nə başa düşdüm? Cədvəldən artıq bildim ki, Y qarışıqdır da, yəni başa düşdünüz. Bu da deyir, hansı ifadə doğrudur? Mən Y-in qarışıq olduğunu bilirəm. Deməli, onda deyə bilərəmmi ki, Y X-lə Z-in qarışığı ola bilər. Niyə də olmasın? Cavab Y variantıdır da. Məsələn, A-da yazıb Y-lə T eyni maddədir. Necə eyni maddə ola bilər ki? Mən sizə ağzımda deyirəm ki, Y qarışıqdır, digərləri safdır. Bu səhvdir. X, Y, Z, T eyni maddələrdir. Demirəm, Y qarışıqdır, onlar safdır. Deməli, bu da səhvdir. Yazıb ki, Z, X-lə Y-in qarışığıdır. Niyə? Bu saf maddədir. Burada qarışıq olan Y-dir. Y digərlərinin qarışığı ola bilər. Başa düşdünüzmü? Cavab hansı oldu? Y variantı. Diqqətli olun. Bilirsiniz necə? Sualı kimi sadəcə yazmağa baxmayın. Onun mənasını dərk eləyin, başa düşün. Dərk elədikcə o qaydaları da beyninizdə dərk eləmiş olacaqsınız. Cavab nə oldu? Y variantı. Keçəkmi 5-ə? Nə deyir 5-də? Qrafik əsasən X-in nisbi atom kütləsini müəyyən edin. Qrafikdə nə görürəm? X, Y, 2. Elə. İndi hasılla istəsəz işləyə bilərsiniz. Belə baxıram ki, X, Y, 2 11 verib, Y 8 verib, sonra da X, Y 2 22 verib, Y 16 verib. İndi mən 22 ilə 16 ilə işləsəm, birdən deyərsiniz müəllimə, niyə onunla işlədiniz? Və yaxud da 11 ilə 8 ilə işləsəm, birdən deyərsiniz müəllimə, niyə onunla işlədiniz, digərindən işləməz. Uşaqlar, əslində bunlar eyni şeydir. Niyə bilirsinizmi? 11 ilə 22 2 dəfə çoxalıb elə, 8-dən 16-ya gedəndə 2 dəfə çoxalıb da, eyni şeydir də. Məsələn, 11 ilə 8, 22 ilə 16. Nəticə itibarilə eyni nəticəni verəcək. Niyə? Çünki riyaziyyatdan bilirsiniz də, 2 ədədin eyni dəfə artması ya da eyni dəfə azalması məsələdə nəsə dəyişikliyə səbəb olurmu? Məsələn, 5 ilə 10 deyirəm, 10 ilə 20 deyirəm. 5 ilə 10-u hərəsini 2 dəfə artıranda nə mənası var ki? Nəticəm yenə eyni olacaq da. Başa düşdünüzmü? Yəni, burada bir dəyişiklik olası deyil ki. Ona görə hasılla istəsəm işləyə bilirəm. Məsələn, istəyirsiniz, belə deyim də, 11 ilə 8-lə işləyim. Mən burada nə görürəm? Bax, diqqətlə qulaq asın. Mən görürəm ki, qrafikdə, mən 11 ilə yazıram. Özünüz istəsəniz 22 ilə, 16 ilə də yoxlaya bilərsiniz. Heç bir problem yoxdur. Mən X, Y2-yi, məsələn, 11 götürdüm. Və qrafikdə görürəm ki, aşağıda yazıb ki, Y orada 8 qramdır. Əgər 11-in 8-i Y-dirsə, onda X nə qədərdir? 3. Deməli, bir dənə X 3-ə bərabərdir. Düzmü deyirəm? Bir dənə X 3-ə bərabərdir. 2Y nəyə bərabərdir? 2Y nəyə bərabərdir? 8-ə. Y onda neçədir? 4. Aha. İndi bunları almışam hələ ki. Bunlar dursun. Mənə yazıb ki, qrafik əsasən X-in nisbi atom kütləsini müəyyən eləyin. Uşaqlar, mən burada nə görürəm? Görürəm ki, aşağıda yazıb Y-in ayrı 16-dır. Bəs mən burada Y-in kütləsini nə görürəm? 4. Deməli, Y 4 qram olanda ayrı 16-ya uyğundur. Bəs X neçə qram almışam? 3. Bəs X 3 qram olanda deyir, ayrı neçə olar? X-in ayrı neçə olar? Bundan bu gedəndə 4 eləyir, X-in də ayrı eləyir 12. Buyurun, cavab C variantı. Aydındır mı? Bu da belə. 6-cı suala baxıram. 6-cı sualda nə görəcəm? 6-cı sualda deməli, gəlin cavablar. Onlar cavablardır, gəlin biz nəticələrimizi çıxardaq. Yazıb X, Y, A. Burada Y 50%dir. Onda X də 50%dir. Yazıram X-im 50%.
A vur y-im isə o da 50%. 50-lər gedəndə x bərabərdir A vur y-ə. Nəticəm budur. İndi o birisinə keçirəm. X, y, B-yə. Burada y 60% verib. Deməli, x nədir? 40%. Yazıram, x-im 40%-dir. B vur y-im də nə qədərdir? 60. Bunlar gedir, 2-yə də gedir. Burada 3 qalır, burada 2. 3x bərabərdir nəyə? 2b y-ə. Aha. Baba, mən bunları almışam. Bundan çıxan nəticə bu, bundan çıxan nəticə bu. X-i gətirib burada yerinə qoysam nə alaram? Bir fikir ver. 3a y eşidin bərabərdir 2b y-ə. Y-ləri atsam, onda 3a bərabərdir 2b-yə. Buradan onda a-nın yerinə 2 qoysam, b-nin yerinə 3 qoysam, bərabərləşərdə elə bil 6-ya gətirdim. Çünki arada bərabərlik işarəsi var. İndi mən aparıb formulları da yerinə qoyacağım. Deməli, birinci formul x, y, 2 imiş. İkinci formul x, y, b imiş. B nədir? Üzr istəyirəm. B-ni 3 almışam da. Əla, super. İndi söz deyirəm. Baxın. İndi cavablarla işləmək sizdə. Mənə deyir x, y-in nisbi atom kütlələri neçə ola bilər? Mən artıq nə gördüm, bilsizmi? Mən artıq gördüm ki, bax bu x 2y-ə bərabərdir. Çünki o burada var. Baba, buradan almışam onu. X-im, A-nı 2 tapmışam da. X-im 2y-ə bərabərdir. Düzmü deyirəm? Bu birisində isə x-im 3y-ə bərabərdir də, düz deyilmi? İndi gəlin bizə nə deyir? Deyir ki, x, y-in nisbi atom kütlələri. Baxın, deməli, elə bil ki, çünki bu mənə deyir, bu 50%-dir. Deməli, bu da 50-dir. Amma yəni, onda belə çıxır ki, x 2y-ə bərabərdirsə, onda y x bölü 2-yə bərabərdir. Yəni, y-in kütləsi x-dən 2 dəfə az olmalıdır. Hansı cavabdır? Y-in ayrı x-dən 2 dəfə az olan cavablar. 2-dir, 32 ilə 16, bir də 160 ilə 80-dir də. Əla. Hə, belə də ki, bilmək istəyirsinizsə bunlar asılardır. Yəni, bu x, y2 almadım mı? Bu SO2-dir, bu da SO3-dür də. Yəni, bunu sırazı tutmalısınız. SO2-də 32, 50-50%-dir. Bu 32-dir, bu da 48. 32, 48, 60-ın 40%-dir. Yəni, daha bunu bilməyən yoxdur ki, SO2 ilə SO3-ün faizlərini 50-50, biri də 60-40-dır da. Diqqətli olun. Keçək mi 7-ci suala? Bayaqda vurğuladığım kimi bir qrafikə baxanda reaksiya girənləri və alınanları necə tanıyırsınız? Reaksiya girənlər azalanlardır, alınanlar isə artanlardır. Mən orada nə görürəm? Mən görürəm ki, qrafikdə x ilə y azalıb, x, y artıb, yəni x, y alınıb. Mən görürəm ki, qrafikdə y-im 16-dan 0-a düşüb, yəni 16 qram y reaksiya girib. Amma x-im nə olubdur? X-im 40 töküblər, n qədəri artıq qalıb. 40 tökübsən, n qədəri artıq qalıb. Deməli, 40 çıx n qədər reaksiya girib də, tamam. X, y-də m qədər alınıb. Amma mən baxıram ki, cədvəlin qrafikin aşağısında bir dənə bizə ipucu verib. Yazıb x-in 80% reaksiya girir. Uşaqlar, baxın, x-i qaba nə qədər töküblər qrafikdə? 40. 40-ın 80% reaksiya girib deyir. 40-ın 80% nə qədər eləyir? 40-ın 80%-ni kənarda tapıram ki, qoy görüm nə qədər reaksiya girib. Bu eləyir 32. Deməli, x-im 32 qram girib. M nəyə bərabərdir? 32 plus 16-ya, o da eləyir 48-ə. Cavab B variantı. 7-də B. 8-ci sualda. Baxaq görək 8-ci sualda nə deyir? Deməli, uşaqlar, burada deməli, nə eləyəcək? Deyir, qarışıqlardır. 3 dənə qarışıq verib də görürsünüz. Baxın, deməli, birinci qarışığımızda, qulaq asın, birinci qarışığımızda nələr var? X var, bir də Y var. Mənə deyir ki, qarışıqda, yəni birinci qarışıqda, Y-in omegası, yəni kütlə payı 25%-dir. Gəlin, məsəl üçün, belə deyək də, İndi burada faizdən başqa heç nə verməyib də. Yəni, biz də bunları mənə aşağıda x-in kütlə payını tap deyir. Mən ən aşağıda x-in kütlə payını tapa bilmək üçün gərək x ilə z-in kütləsini biləm. X ilə z-in kütləsini biləm ki, mən bunları 100% qəbul eləyəm. Məndən istədiyi x-i də bir a% qəbul eləyib cavabı çıxardım. İndi mənə də faizdən başqa heç nə verməyib də. Gəlin onda belə eləyək. Baxın, mənə demir, birinci qarışıq x, y-dən ibarətdir və deyir ki, orada y-in faizi 25%-dir. Gəlin, məsələn, bax, bu qarışığı qəbul eləyək 100 qram.
Nə qədər qəbul eləyək? 100 qram. Demir onun 25% Y-dir. Yəni özü deyir də, deyir Y-in faizi 25%-dir. 100 qramın 25%-i nə qədər eləyir? 25 qram eləyir də. Deməli bu 25 qramdır. Onda X nə qədərdir? 75 qram imiş. Elə. İndi ikincidə nə deyir? İkincidə bizə deyir ki, Y-lə Z-dən ibarət qarışıqdır. Baxın, Y-lə Z-dən ibarət qarışıqdır. Amma deyir, Y bu dəfə 10%-dir. Qulaq asın. Y-imiz 10%-a uyğundur. Baxın, bizim burada Y-imiz neçə qram idi? 25 qram. Həmən 25 qram 10%-a uyğundursa, 10%-a uyğundursa, bəs onda gəlin görək obşe Y-lə Z neçə qram imiş? Yəni 100%-a bunlar nə qədər imiş? Yəni bir X yazmayaq da, oraya X-lə qarışıq düşəcək. Həmən 25 qramım 10%-a uyğundursa, bir A qrama da 100% yazıram. Görüm Y-lə Z nə qədərdir? Nə qədər eləyir? 250. Deməli, bunlar 250 imiş. Və 250. Həqiqətən də, bax, Y nə qədər idi orada? 25 qram. Bu 25 qram, bu 250-nin neçə faizidir? Deyin görüm, 10%-dir, görürsünüzmü? 10%-dir. Əla. Deməli, Y nə qədərdir? Y onsuz da 25 qramdır və həmən 25 qramda bu 250-nin içində görürsünüzmü 10%-dir. Onda yaxşı 250-nin 25-i Y-dirsə, onda deyə bilərəmmi Z 225 qramdır. Əla. Bunlar tapıldı. Baxın, yenə deyirəm, mənə deyir X Y-dən ibarət qarışıqdır. Mənə deyir burada Y 25%-dir. Uşaqlar, mən bunları bilmirəm axı nə qədərdir. Deməli götürürəm ki, tutaq ki, bu qarışıq olsun 100 qram. 100 qramın 25%-i eləyirmi 25 qram? Deməli 100 qramın 25 qramı Y-dir, 75 qramı da X-dir. Aha, indi ikinci qarışıqda Y-lə Z-də Y 10% təşkil edir. Bizim Y-imiz neçə qramdır? 25 qramdır. Mən neçə götürməliyəm ki, həmən 25 qram Y-im 10%-a uyğun gəlsin. 250-də deməli. Yazıram 25 qram. Nə yazdım bayaq? 25 qram Y-imi neçə faiz verir indi? 10%. Onda Y-lə Z-dən ibarət qarışıqda yazırdım 100%. Bu da elədi 250. Aha. Deməli, indi 250-nin, yenə deyirəm, 25-i Y-dirsə, onda 225-i Z-dir. Deməli, mən bunların hamısını tapmışam. Mən indi axırda nə qaracam? Deyir ki, X-lə Z-dən ibarət qarışıq. Bundan. X-lə Z-dən ibarət qarışıq. 200, yəni 225, üstə gəl 75, obşi qarışıq nə qədər oldu? 300. Obşi olan bir şey neçə faizdir? 100%. Bizdən də onun içərisində X-in kütlə payını tap deyir də. O nə qədərdir? 75 döyük. 75-im də bir B faiz yazıram. B də bərabərdir. Elə bil 75, 0. Yox, bir dəqiqə. 300-üm 100%-dirsə, içində X istəyir də. Hədə 300-ə. Bu 300 eləyir. Aha. Hə, bölünür də. Bizə dəqiqə. Hə, elə bildim bölünmür ədədimiz, ona görə qaldı. Aha, sıfırlar getdi. 2, 5. Cavabımız C variantı. Keçək digər sualımıza. O birisi sualda nə deyir? O birisi sualda deyir, belə bir maddə vermişəm, X2Y. Deyir, X-in kütləsinin obşi birləşməyin kütləsinə olan nisbəti 7/11-dir. X-in də ayrını 14 verib ha. Baxın, deməli, X-in ayrı 14-dürsə, 2 dənəsi neçə eləyir? 28. 28-i bölür. Bunun obşi kütləsi nə qədər eləyir? 28 üstə gəl Y-ə. 28 plus Y bərabərdir 7/11-dir deyir. Baxın, heç nə eləmədim. O mənə deyir, X-in deyir, ayrı 14-dür. Deməli, X2Y-də nə qədər X var? 28 qram X var. 28-i bölürəm obşi bunun kütləsinə. Çünki deyir, birləşməyin kütləsinə deyir, böləndə 7/11 alınır. Buradan da bundan bu gedirmi? Neçə qalır? 4 qalır. 4-ü 11-ə vuranda 44 bərabərdir 28 plus Y-ə. Y də bərabərdir 16-ya. Varmı cavab? C variantı. Davam eləyək. Sonra nə deyir bizə? Sonra o birisində deyir ki, SOB-dir. Aha. Oksigen kütlə payı 60%-dir. Bu 60%-dir. Bu onda 40%-dir də yazıram. 32 qram oksigenim 40%-dirsə, burada oksigen nə qədərdir? 32 qram kükürdüm, üzr istəyirəm. 32 qram kükürdüm 40%-dirsə, oksigen nə qədərdir burada? 16B-də 60%-dir. Bundan bu getdi mi?
Bundan bu gedəndə 8, 8 6-ya vuranda 48 bərabərdir 16b, b də bərabərdir 3-ə. B-ni 3 almışam, qalsın. İndi o birisində yerinə qoyuram. x2, o 3 olacaq. Burada indi oksigenin faizi 30-dur. Deməli bu 70-dir. Yazıram 2x-im 70 faizdirsə, 48 qramım nə qədərdir? 30-a. Bundan bu getdi mi? Aha. Bundan bu getdi 16 eləyirmi? 2 ilə də 16-yı xısar aparanda 8, 8-i 7-yə vuranda 56. Mən həmişə ixtisar aparıram da, çox vaxt bilirsiniz. İxtisar daha rahat olur. 10-cu sualda Y variantı. 11-ci suala baxıram. Bizə maddə verib manqan X17. Bizə deyir ki, elementlərin kütləsi manqan 33-dür, oksigen 33.6-dır. Maddənin kimya formulunu müəyyən edin. Maddə miqdarı bölməsində mən bunu sizə keçmişəm. Orada nə keçmişdim? Demişdim ki, dərsimizin 5-incisi kimya formulunun tapılmasıdır. Qaydada nətər yazmışdım? Məsələnin şərtində qram da versə, faiz də versə, nisbət də versə, demişdim ki, verilənləri hər elementin öz ayerinə bölün də sadələşdirib gətirib indeksə yazın. Baxın, manqan XOY. Manqanın kütləsi 33-dür. Verilənləri bölürəm hər elementin öz ayerinə. Keçmişəm asıl bu dərsi. 33.6 ilə bölürəm 16-ya. Eləmi? Bu neçə eləyir? Burada 5 qalır, burada 3. Vergül assam 0. Deməli, bu neçə eləyir bizə dəqiqə? 2 dəfə 21 eləyir də bu. Çünki 33-ün üstündə 16 2 dəfədir, 16-da da 1 dəfədir. Yəni, əlimizdə nə var? 5-də 3 bərabərdir 10-da 21. Belə bir nəticə qalır. Amma belə indeks olmaz da. Elə bil ki, məxrəcdən azad eləyəcəm bunları. 10-a vururam ki, məxrəclər geçsin. 5-də 3-ü 10-a vuranda 6 qalır. 10-da 21-i 10-a vuranda 21 qalır. Belə də olmaz. 2-yə xısar aparırıq da. 3-ə üzr istəyirəm. 3-ə xısar aparıram. 2-nin 7-yə. Deməli, formulu manqan 2O7 var mı orada elə? D variantı, bəli. Keçirəm digər sualımıza. Digər sualımızda nə deyir? Maddələrdə mol sayları AA-dır. Bizə dəqiqə. Mol sayları AA-dır, lap yaxşı. Kütlələri biri 7.5-dir, biri də ki 11.5-dir. X elementinin nisbi atom kütləsini hesablayın. Deməli, bizə XO verib. Verib ki, mol sayı A olanda kütləsi 7.5-dir. Biz həmişə maddələri neçə mola görə işləyirik? 1 mola. 1 mola da X plus 16-dır. A bərabərdir 7.5 bölək X plus 16-ya. İndi o birisinə keçirəm. XO2-yə. Bunun mol sayı A olanda kütləsi 11.5-dir. Bəs 1 mola nə qədərdir? X plus 32. Buradan A nəyə bərabərdir? 11.5 bölək X plus 32-yə. Bax belə. İndi o A-ları bərabərləşdirə bilərəmmi? Bəli. 7.5 bölək X plus 16-ya. Bərabərləşdirsəniz X çıxacaq da. 11.5-i də böləcək X plus 32-yə. İndi bunu çıxardaq. Vergülləri ataq. 5 aparanda. 5 aparanda 2, 3-dür. 5 aparanda 15-dir. Elə. İndi buradan yazırıq. 15, 2 üstə gələk. 15-i vuracam 32-yə. Eləyir mi 480? Bərabərdir. Bu birisi də eləyir 23, 2 üstə gələk. 23-ü də vuracaq 16-ya. Elədi 368. 23 x-dən 15x çıxanda 8x qalır. 480-dən 368 çıxanda 2, 1, 1. X də bərabərdir. 1 dəfə, 32-də 4 dəfə. Var mı orada elə bir cavab? Azot imiş də, maddələr NO-dan NO2 imiş. Yaxşı mı? Cavab C variantı. Aydın oldu da dediyim. Aha. Sonra keçək o bir sualımıza. 12-də deməli nə aldıq? C variantı aldıq. -13-ə baxaq. Nə deyir 13-də? 13-də deyir ki, o bir sualımız asıydı. Hə, yazmışdıq onu. Arada sual qalar birdən. 13-də nə deyir? Maddələr X, Y-dir. Kütləsi 11M olanda X-in kütləsi 56-dır. Bu 26M olanda 112-dir. Baxın, belə bir şey verib də, elə bil X, Y. Mənə deyir ki, bunun kütləsi 11M olanda 56 qramdır. Elə? Elə bil ki, elə yox. Deyir, bunun kütləsi 11M olanda X-in kütləsi 56-dır. Mən də deyirəm, bunun obşu kütləsi X plus Y olanda X-in kütləsini bilmirəm də, elə X-dir. Olar mı belə? Hə, olsun belə. İndi nə qaracam?
X-i tapın buradan ən yaxşısı. X bərabərdir. X bərabərdir. 11m-də 56-dır. Yaxşı. X bərabərdir nəyə? 56 vur x plus y bölək nə? 11m-ə. Qoy görək nəticə çıxardırıq mı? X2 y3-ə baxıram. Bunun kütləsini 26m verəndə, qulaq asın. 26m-də neçədir? 112 qram x var. 26m-də 112 qram x var. Yaxşı. Bəs 2x plus 3y-də nə qədər x var? 2x qədərdir də. Buradan 3y, yox, bunda tənasüb qurdum da mən. İndi buradan x-i tapacağım. Bununla bu gedər, burada qoy 56 qalsın. Mən buradan x-i tapım. X bərabərdir. 56 vur. 2x üstə gəl 3y bölək nəyə? 26m-ə. Bu x-lə bu x-i bərabərləşdirə bilərikmi? 56 vur x plus y bölək 11m, görüm nə nəticə çıxardacağım, bərabərdir. 56 vur 2x plus 3y bölək 26m. Buradan 56'lar gedər, buradan m-lər gedər, eləmi? Onda yazıram 26x üstə gəl 26y bərabərdir. İndi 11'i vururam. 22x plus 33y. 26x-dən 22x çıxanda 4x bərabərdir. 13-dən bircə dəqiqə. Bu da eləyir mi? 7y. X bərabərdir 7 yazaq. Y bərabərdir 4 yazaq. İndi bizdən nə istəyir? M-i hesabla deyir. M-i hesabla deyir. Hesablayaq. X-i tapmışam 7, Y-i tapmışam 4. İndi aparıb yerinə qoysam M-i tapa bilərəm? Taparam. Baxaq da neçə tapacaq. Məsələn, gətirin, tutaq ki, bax, burada yerinə qoyaq. Ya da o birisində fərq eləmir. M-i tapmaq üçün. X-i 7 almamışam mı? Yazıram 7 bərabərdir. Bax, burada yerinə qoyuram. Oxla göstərirəm. 7 bərabərdir. 56 vuraq. 7 plus 4-ə bölək nə? 11m-ə. Bu neçə eləyir? 77m. 77m bərabərdir. 7-ün üstə 4 gələndə 11 eləmirmi? 56 vur 11 yazıram. Elə? 56 vur 11. Deməli, 7-yə gedir 11. 7-yə gedir 8. Düzmü deyirəm? Aha. 11-lər də geçsə M8 çıxır. Qoy görüm orada cavab varmı elə? Əla. 13-də B variantı. Tənasüb qurdum da nə? Biraz riyazi hesablamadır. Baxın, heç nə eləmədim əslində. Baba, tənasübümüzə qurdum. Mənə nə deyir ki, özü dilinlə deyir ki, 11m-im 56 qramdır. Elə demirik, 11m-də deyir 56 qram x var deyir. 56 qram x. Mən də deyirəm ki, bunun özü x plus y-də də x qram var. O birisində 26m olanda kütləsi 112 qram x var deyir. Mən də deyirəm 2x plus 3y-in içində də 2x qədər x-im var. Oradan x-ləri tapdım, bərabərləşdirdim. X-y asoblu tapdım, apardım, yerinə qoyan kimi avtomatik m çıxdı. Düzdür, bəzən müəllimlər və yaxud da uşaqlar yazır, deyir ki, müəllimə belə qurdum, amma biraz ortalara çatanda dedim ki, yox, birdən səhv eləyərəm, yarı yolda dayandım, getdim. Elə şey heç vaxt eləməyin. Əgər düz getmişsinizsə, yolu düz qurmusunuzsa, axıra qədər çıxın. Deməli, nəticəniz düz alınacaq. Qorxmayın. O birisində nə deyir? Mənə burada qoy görüm nə deyir? Deyir ki, nəyi tapım ki mən? Yazıb ki, yox, bizə dəqiqə. Məxrəcdə belə bir şey yazıb. XSO4, şəkli başa düşək də əvvəlcə. Deyir, burada oksigen 40%-dir. Qulaq asın. Bu 40%-dir. 1, 2, 3, 4-dən hasılar doğrudur. Deməli, mən əvvəlcə X-i tapmalıyam. Yazıram onda burada. Oksigen əgər 40%-dirsə, onda X isə deyərəmmi ki, 60%-dir? Bəli. Yəni, X plus kükürt 32-də, X plus kükürt hissəm 60%-dir. Oksigen hissə neçədir? O 4, 64 qram. Oksigenim də 40%-dir. Bunlar getdi mi? Bundan bu getdi 16 elədim. 16-yı 6-ya vuranda 96 bərabərdir. X plus 32-yə, X bərabərdir 64-də. Deməli, mis imiş də nə X? Nəysə, onu tapdım. Gəlin, indi 1-1 yoxlayaq. Birincidə yazıb ki, kükürdün faizi 30%-dir. Gəl tapaq. X-i nə tapırsan? 64.
X 64 ise 64 plus kükürdü 32'dir plus O4 də 64. Obşu olan bir şey neçə faizdir? 100%. İndi bizdən bax bu X istəyir. X'im də 32 qramdır. Buna da bir A yazıram. A neçə eləyir buradan? 32,00 bölək nə? 64 128. Bu da eləyir 160. Kupru meso 4'dür da 160'dır. Aha. Bundan bu getdi, bundan bu getdi. Cavab eləyir 20%. Bir səhvdir. Biri tullayaq getsin. Yaxşı mı? İkinciyə keçəcəm. Nə deyir? Deyir ki, X'in faizi kükürdün faizindən 2 dəfə çoxdur. Niyə də olmasın? Mən bunu deyərəm ki, heç yoxlamadan deyərəm ki, düzdür. Denən niyə? Bax. Formul X SO4 döyümü. X'in kütləsini neçə tapdım? 64 qram. Elə tapmışam da. Burada tapdım ki, X 64 qram. Kükürt neçə qramdır? 32 qram. O4 isə neçədir? 64 qram. Bax, burada. X'in kütləsi kükürdün kütləsindən 2 dəfə çox olduğu üçün faizi də 2 dəfə çox olacaq. Deməli, ikinci avtomatik doğrudur. X SO4'ün emeri 160'dır. Əlbəttə, incə hesablamadım mı bu tane emeri 160'dır da. Özdə burada da yazmışam 160. Bəli, 3 plus. X'in oksigen kütləsinə nisbəti 2'nin 1'ədir. Xeyr, bayaq elə onu deyəcəkdim bax. X 64 qramdır. Burada oksigen də 64 qramdır. Görürsən, bunların kütlələri bərabərdir. Deməli, elə faizləri də bərabər çıxar. 64 1'in 1'ə demək. 4 səhv. 14 bildiyinizdə D variantı. Cavabımız 2-lə 3'dür də D variantıdır. Keçirəm 15'ə. X SO4 uzunda, qulaq asın. X SO4 duzunda X'in kütlə payı 20%'dir. Bu duzun 360 qramında neçə qram kükürdü olduğunu hesablayın. Gəlin əvvəlcə biz bunun emerini hesablayaq, səbirli olaq. Deməli, yazıram X'im 20%'dirsə, SO4 isəm 80% olacaq da. Yəni 32, 64, yəni 96 qramım 80%'dir. Bundan bu gedəndə 4 eləyir mi? 4x bərabərdir 96'ya, x bərabərdir 24'ə. Düzdür? Aha. Deməli, X'imin kütləsi 24 qramdır. Magnezium SO4 demiş də. Nəysə, obşum X'i 24 qram tapmışam. Mənə deyir, bu duzun 360 qramdır. Bunu hesablayaq. X 24 tapmışam. Üstə gəl 32, üstə gəl 64. 4'ün üstə 2 gəndə 6, 10, 1 yadda. Deməli, 9, 11, 12, 120 eləyir. Deməli, mən görürəm ki, 120 qram bu maddənin içində neçə qram kükürt var? Bu taba, 32 qram kükürt var. Və deyir, 360 qramında neçə qram kükürt var? X qədər. Bundan bu eləyəndə 3 eləyirmi? Bu da eləyir 96, C variantı. Bu da belə. Keçirəm digər sualımız olan 16-cı suala. Nə deyir burada? Deməli, nə yazır? Bu maddənin kütləsinə M yazır. Tam yanmasından alınan mangan O2'nin də kütləsinə M yazır. Yazaq da. Mangan X SY plus 32. Oy, bir dəqiqə üzr istəyirəm. O2. Alınıb. Mangan O2 üstə gəl SO2. Tamam, olsun. Bax, bunu verib M. Olsun. Mangan O2 verib M. Tamam, kütlələri MM-dir deyir. Mangan O2 nə qədər eləyəcək? Bizə dəqiqə. Mangan 55'dir. 55 plus 32. 87'dir bu. Bu nə qədərdir bə? 55x plus 32y deyilmi? Elə. Aha. Elə buradan tənasüb qursaq. Elə bil belə deyim də, həmişə necə eləyirik? Tənli yazırıq, əmsallaşdırırıq. İndi bu özü tənli verib də. Şərtdə mangan X, Y, M verib üstə yazdım. Mangan O2'yi də M verib, onu da üstə yazdım. Kütlə olduqları üçün aşağılarına da emirlərini yazdım da. İndi mən buradan nə görürəm? Bu tənasübü qursam, onsa M'lər tənasübü həll eləsəm, yəni M'lər gedər. Nə aldım mən onda? 55x plus 32y bərabərdir, nə almışam? 87. Artıq yəni belə deyək də, biz məlum məsələdir ki, hər şey açıq-aşkar görsənir ki, X də 1'dir, Y də 1'dir. Yəni mən X'in də yerinə 1 qoymalıyam, Y-ə də 1 qoymalıyam ki, bu 87'yi alım. Deməli, formul mangan elə S imiş. Elə mangan S imiş, yəni X'i 1 aldım, Y-i 1 aldım. X-ən Y-in cəmini istəyir. O da neçə eləyir? 1 ilə 1-in cəmi 2 eləyəcəkdən. C variantı. Aydın oldu mu? Başa düşdükmü?
Bax, bu model suallarımızın izahı bu qədər uşaqlar. Növbəti testimizin izahında görüşənədək. İnşallah növbəti testimizdə maddə miqdarının modellərin, sualların izahı olacaq. Növbəti testimizdə görüşənədək sağ olun.